Sinus 5x bərabərdir kök altı 3 kosinus 5x tənliyinin ən kiçik müsbət kökünü tapın. Verilən ifadədə arqumentlər eynidir. Sinus 5x çıxılsın kök altı 3 kosinus x bərabərdir 0 şəklinə gətirək. Hər tərəfi 2-yə bölsək əgər alınar 2-də 1 vurulsun sinus 5x çıxılsın kök altı 3 bölünsün 2 vur kosinus 5x bərabərdir 0. Sinus bilirik ki 30'da, kosinus da 30'da, sinus 30'da 2'də 1, kosinus da 30'da 2'də kök altı 3 alır. Veya burada kosinus 60 olarak götürsək, kosinus 60'da 2'də 1, sinus 60'da isə 2'də kök altı 3 alır. Buradan biz toplama teoreminə gəlmək üçün, yəni çıxma şəklindədir deyə yaza bilərik onda. Sinus 5x vurulsun kosinus 60 dərəcə çıxılsın kosinus 5x vurulsun sinus 60 dərəcə və bərabərdir 0. Bu bizə sinus 5x çıxılsın 60 dərəcəni verir. Ümumilikdə bərabərdir 0. Deməli 5x çıxılsın 60 dərəcə. Sinus 0'ı 0'da aldığı üçün elə 5x bərabərdir 60 dərəcəyə, x də bərabərdir 60'ı 5'ə bölsək 12 dərəcə. Deməli bunu da pi ilə əvəz etsək, yəni 60'ın əvəzinə əgər pi bölünsün 3 olaraq yazsaydıq, pi bölü 3'ü də bir də 5'ə bölsək pi bölünsün 15 alınır.